Əziz və dəyərli müsəlmanlar, Allahın izniyle bugünkü çatdıracağımız mövzu qonaqpərvərlik haqqında olacaqdır. Qonaqpərvərlik, ürək açıqlıqla bir insanı qarşılamaq, bir insanı öz evində özün kimi bilib qarşılamaq deməkdir. Və biz baxdığımızda qonaqpərvərlik bizim yaşadığımız coğrafiyada, bizim millətdə ən geniş yayılmış bir adətdir. Və bu şərq mədəniyyəti hər zaman bizim içimizdə olub. İllərlə dəyişməyə çalışsalar da, amma bu şərq mədəniyyətini bizim içimizdən heç bir zaman çıxarda bilmədilər. Çünki artıq bizim bu kökümüzdə var. Çünki insan xislətində var. Şərq mədəniyyəti bizə nəyi çatdırdı? İnsanın özün. İnsanın içində olanları bizə çatdırdı. Ki insana nə ehtiyacı var? İnsanın ehtiyacı, insan ruhu nələr doyurur? Bunu bizə çatdırdı. Və bizim baxdığımızda atalarımızdan eşitdiyimiz gözəl sözlər nə buyurur? Qonaq Allah qonağıdır. Yəni bəzən baxırsan insanda ibadət yox, itaat yox, amma o içində o ruhaniyyət durur. İllərlə o nəyin dəyişə bilsə də içini dəyişə bilmədilər. Ruhaniyyət qaldı. Və Allah Subhanahu taala Quran-Kərimdə qonaqların atası, ən üstün, yəni qonaqlığın ilk başlanğıcı deyəndə, ilki deyəndə yada kim ki İbrahim peyğəmbər. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, İbrahimin möhtərəm qonaqları, mələkləri söhbəti sənə gəlib çatmadı mı? Onlar da İbrahimin yanına daxil olanda İbrahimə salam dediler. Və İbrahim de onlarla az müddət oturandan sonra onların yanına bir bəhanə ilə onları tərk etdi və bir buzov kəsərək onlara gətirdi. Və nə buyurdu? Ondan yeməyəsizmi? Biz baxırıq, bizə bir qonaqpərvərlik ənənəsi, yəni o dediğimiz şərq mədəniyyətinin başlanğıcını çatdıran kimdir? İbrahim peyğəmbərimiz. Evə qonaq daxil olarkən ilk işi nə olur? Onlara bir şeylə ikram etmək. Və ikram edib qarşısına qoydum, istəsə yer, istəsə yeməz, xeyr. Nə buyur? Ondan yeməyəsizmi? Bir təklif və səmimi bir təklif. Peyğəmbər sallallahu aleyhi ve sellem buyur ki, hər Allah və axirət gününə iman gətirən şəxs qonağına ikram etsin. Yəni evinə gələn bir qonağı Allah Subhanahu wa ta'ala rızası için onlara bir şeyler desin. Ve başka hadisinde Allah Resulüne vurur. Üç dua var ki onlar geri çevrilir. Bir məzlumun duası, yani fağırın duası. Bir fağır insanın Allah'tan rızası için her zaman çalışın ki məzlumları, fağırları incitməkdən uzaq duraq. Vallahi bəddua edər, nəinki özümüz, evlatlarımız, nəslimizdən gələn insanlar belə məhv olur o duasıyla. İkinci yerdə nə gəlir? Atanın evladı etdiyi dua. Allah'ın arasında bir pərdə olur və qəbul olunan duaları. Üçüncü necə? Qonağın duası. Evə qonaq gələrsən evdən dua. O bir gözəl söz var. Bu ki qonaq bir 10 rızqı ilə gəlir, birin yer, 9'un qoyub gedir. Burada 9'un qoyduğu nədir? Dua. Bəzən bizlər qonaq gələr, malım, mülküm azalar, qonaq gəlir, evindən bir şeylə əksilir deyə qorxuruq. Amma o ki düşünmürük ki, bu qonağı yaradan da Rəbbin var, rızqını yaradan da Rəbbin var. Eğer bunun qonağın yolluysa, onun rızqın özündən qabaq yollayır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər kəsin rızqı yazılmışdır. Hər kəsin rızqısı var. İbrahim Peyğəmbərin qissəsini hər zaman çatdırmışıq. Yine təkrarda bir fayda var. İbrahim Peyğəmbər bir gündə oturur evində. Yemək əsnasına baxır ki, heç kəs yox. İbrahim Peyğəmbər çıxır və bazara gedir. Bazarda bir hambalı görür. Görür ki, bu insan yük daşıyır və oturub qurumuş çörəklər suya batıraraq yiyir. İbrahim Peyğəmbər bu ki, gedək mənimlə qonaq ol. Buyur ki, mənim bu halım mənə kifayət edir. Deyir ki, gedək mən də tək qalmayayım. Mənimlə bərabər oturaq. Və İbrahim Peyğəmbər evinə daxil olanda bu insan yeməyə əl uzadırsan, İbrahim Peyğəmbər buyur ki, Allahın adını çək, bəsmələ gətir. Və buyur ki, mən illərlə bu yaşa gəlib çatmışam, bu sən dediyin ilahi demədən yaşamışam. Bugün də bir qarın yeməyə görə onu deməyəcəm. İbrahim Peyğəmbər ki, xeyr, yəni bu şəkildə olmur. Yəni yeməyə başlayacaq ilk işin Allahın adını çəkmək. Yoxsa bu yeməkdən sənə yox. Deyir ki, mən bir ömür bura qədər gəlib çatmışam, bugün bir qarın yeməyə görə mən o adı çəkən deyiləm. O durub gedir. Və az müddət sonra Allah Subhanahu ən böyük mələk Cəbrail əleyhissalam gəlir. Və bu ki, İbrahim. Allah Subhanahu taala buyurdu ki, o insan 40 ildir məni tanımırdı. 40 ildir mənə ibadətdə itaatli deyildi. Amma mən o qulumun rızqısını kəsməmişdim.
Bir dəfə onun rızqısını sənə əmanət etdim, amma sən kəsdin. İbrahim Peyğəmbər çıxır və ağlaya-ağlaya bazara gedir. Bazar çatında həmin şəxsi görür ki, yenə qurumuş çörəkləri suya batıraraq yiyir. Və İbrahim Peyğəmbər buyurur ki, gedək qonaq. Deyir ki, insan, istəmir. Gedirəm, sən ad verirsən, mən də onu deməyəcəm. Deyir ki, heç bir şey deməyəsən. Gedək, amma mənim evimdə oturur. Ağlaya-ağlaya gəlir tabii. İbrahim Peyğəmbər bunu evinə aparır, evində oturarkən deyir ki, xeyr. İndi sən mənə deyəcəm ki, sən kimsən? Niyə birinci dəfə o adı demədin deyə məni evindən çıxartdın və az müddət sonra ağlaya-ağlaya arxamda gəldin. İbrahim Peyğəmbər buyurur ki, mən Allahın Peyğəmbəriyəm. Və sən evimdə qonaq olanda sənə Allahın adını çək dediyim, sən onu çəkmədin. Və Allah Subhanahu öz mələyin yolladı və mənə buyurur ki, o qulumun 40 ildir mən rızqısını verirdim. Məni tanımadığı halda. Bir dəfə sənə rızqısını əmanət edim, sən onu vermədin. Həmin şəxs ağlayır və buyurur ki, mən iman gətirdim sənin o Tanrıya. Sən o Allaha mən iman gətirdim ki, öz Peyğəmbərin 40 ildir onu tanımayan bir şəxsin ayağına yollayır. Yəni bizim din budur. Qonaqpərvərliyə verdiyi ənənə, qonaqpərvərliyə verdiyi dəyər bu qədər ki, evinə gələn bir insanı təhdid etməyəsən. Əslində buradan bizim çıxardığımız qissədən çıxan dəlil nədir? Heç kimi təhdid etməyəsən. Evə Allah Subhanahu bunu yollayıbsa, onun rızqısını da özü ilə bərabər yollayıb. Və qonağa qarşı edəcəyimiz bəzi qaydalar var. İslam dini bizim üçün bunları təklif edir. Nədir bunlar? Qonağa xoş üzlə qarşılamaq. Yəni evimizdə bir şəxs daxil olduqda ona xoş üzlə qarşılamaq. Daha çobud sifətlə, çobud sözlərlə deyil. Çünki bu insan Allah rızası sənin evə sığınıb gəlir. 2. Qonağı ikram etmək. Yəni evimizdə olanlardan başarılır və onu ikram edəcəyik. Həzrəti nə buyuruyor? Qonaq çağırılarında qoyduğu şərtlər. Evindən bir şey əksik etməyəsən və bazardan da bir şey almayəsən. Evində nə varsa Allah rızası olur. Əsas önəmli bir şey, önəmli edən o yeməyin qiyməti deyil. Onu qarşısına qoyarkən, o şəxsin qarşısına qoyarkən təbəssüm və xoş niyyətlə qoymaq. 3. Qonağın gəlişinə sevinmək. Yəni evimizə bir qonaq daxil olsa, sevinməli ki, Allah həmd olsun, nə xoş bizim halımıza ki, Allah Subhanahu Teala bu insanı mənim qapıma yolladı. Bu bölgədə 2000 şəxs var idi, amma 2000 şəxsin içindən Allah Subhanahu seçdi, mənim evimə yolladı. Xoş mənim halıma. 4. Qonağın rahatlığını təmin etmək. Yəni evinə bir qonaq gəlibsə, üzrsə, onun qalacaq yeri rahat etmək. Yiyəcəksə yiyəcəyi. Yəni əslində bir ənənə var qonaqpərvərlikdə, bir də nədir? Qonaq hansı yemək istəyirsə, sən istəməsən belə ona hörmətdən dolayı yeməlisən. Niyə? Çünki sənin evindədir bu. Sənin evi Allah Subhanahu Teala bunu getirir. Yəni mən istədiyimi sən yeyəsən deyil. 5. Qonağa hörmət etmək, lakin onu yormamaq. Yəni bəzən görürsən evimizə kimsə qonaq gələrsə, durmadan sual veririk. Durmadan hər şey soruşuruq. O insan 2 dəfə daha bizim evə gəlmir. O qədər bezdirik ki artıq bu insanı, o insan 2 dəfə bizim evə gəlməyəcək. Sənə yetərincə sual ver, onun danışmağına icazə ver. 6. Qonağı 3 gün qəbul etmək. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, qonaqlıq 3 gündür. Yəni qonaq saxlama müddəti 3 gündür. 3 gündən artıq o evdə qaldığı müddət sənin üçün sədəqədir. Yeməyindən yedi sədəqədir. Evində qaldığı sədəqədir. Hər biri sənin evin üçün sədəqədir. Və bir İslam alimi çox gözəl sözlər buyurur ki, qonaq evinizə gələndə, o qonağın gəlişinə, sənin evində oluşuna, əgər sevinirsənsə sən möminsən. Nə gözəl bir düstur qoyub bizim üçün. Bir qonağı sənin evində olmağına, qalmağına, yeməyini, içmək, sən sevinirsənsə sən xalis möminsən. Və başqa bir alimin çox gözəl bir sözü var, buyurur ki, 3 şey təqvadandır. Şirin söz, geniş yer və rahat yemək. Yəni gələn qonağa təqdim eləmək təqvadandır. Şirin söz, geniş yer və yaxşı yemək. Şirin sözlə sən rahatlığını verirsən, vallahi nə yesə onun üçün şirin gələcək. Onun üçün gözəl olacaq. İndi biz qonaq gedərkən bizim etməyimiz lazım olan qaydalar var. Bir, nə gəlir? Qaldığın yerdə, yəni kimsə gəldi, qaldığın yerdə insanlarla pıçıldaşmamaq. Çünki o insan sən onun haqqında danışdığı düşünəcək. Sən bir şəxsin evinə getmişsən və o getdiyin əslində yanında şəxslərlə pıçıldaşırsan və gülürsən.
ev xalqını da narahat edirsən. Niyə? Onlar elə biləcək onun bir yanlışı var, bir narahatçılığı var. Onu deyir, bu ədəbdən deyil ki, Allah Resulüne vurur, 3 nəfər bir yerdə olub, ikisi fərqli dildə danışmasın. Fərqli danışıq eləməsin. Hər kəs eyni yerdir. Çünki aralarına nifaq toxumu düşməsin. Və qonaq sənin evində, qonaq getdiyin yerdə sənə bir ikram edirlərsə, evdən çıxarkən bizim bir adət-ənənəmizdə qapıya qədər yola salmaq. Çox gözəl bir adət. Və deyək, qonaq içindən gəlir. Sən qonağı yola salırsa ev sahibi, sən də gülər üzlə onu, o istəyi, o xahişin geri çevirməmək. Çünki o insan içindən gəlir. Və qonaq yola salarkən də, İslam dini bizə öyrətdiyi bir qayda nədir? Qapıdan deyir, yola saldın, tez bolsa evə qayıtmayasın. Çünki o insan elə bilir ki, sən onu evindən çıxıb getməyinə ötürü əlləşirsən. İslam deyir ki, ən azından uzaqlaşana qədər sən o qapıda gözlə. Çünki bilsin ki, dəyərli insandır. Bu həyatda yaşadığımız müddətdə hər birimiz ya qonaq oluruq, ya qonağımız olur. İslam dini bu qaydaları bizə qoyur ki, sən gedəndə və ya sənə gələndə bunları edərsən. Çünki bunlar İslam dini nədir? Sən içini bildiyindən dolayı bunlar deyir. Sən nə xoş eləyir, sən nə rahat eləyirsə o. Və günümüzün ən böyük problemlərindən biri nədir? İnsanlar qonaq gedir, ev sahibi, hər kəs telefondadır. Hər kəs telefona baxır, qonaq qalır bir qıraqda. Məcbur artıq qonaq özü də internetdən istifadə etməyə başlayır. Halbuki bizim işimiz bu gələn şəxslər bir kəlmə gözəl danışmaq. Və bu adət-ənənə aramızdan gec-gedə ölüb gedir. Aramızdan gec-gedə yığışır. Bilirsiniz niyə? Bizim içimizə bir nifaq toxumakdır. Bu nifaq toxumu nədir? Mən qonaq geçsəm nə aparacam? Onun evinə nə verəcəm? Mənim imkanım yoxdur. O xəstədir, ona hansı ən azından bir pul verməliyəm. Bu nifaq toxumu içimizə düşdü və bu da şeytandandır. Və bir-birimizdən uzaqlaşdıq. Amma halbuki yatan şəxsləri soruşsuz, heç biri sizdən bir şey istəmir. Sadəcə gəlməyinizi. Bir xoş təbəssüm, bir qonaq gedib onun evinin qapısını açmağınızı. Peyğəmbər nə buyurur? Axşam deyib bir şəxsin evinə gedərsə ziyarətə xəstəni. Səhərə qədər 70.000 mələk siz üçün dua edər. Səhər gedərsə axşama qədər 70.000 mələk siz üçün dua edər. Əsas olan getmək, əsas olan o insanın qapısını xoş bir şəkildə açmaq. İslam dini bizdən bunu istəyir. Bu qayda üzrə. Və bu adət-ənənəni bizdən qoruyub saxlamamızı istəyir. Ki, heç bir getdiyiniz yerdən sizdən artıq bir şeylər istəmir. Sadəcə təbəssüm və o insanın evinə girərkən də dua edərsən və oradan çıxarkən də onların da sənin üçün dua eləməyini istəyərsən. Və ev xalqı ilə hər zaman nə deyəcək? Ya Rəbbi, bu ev xalqına bərəkətdir. Və günümüzə qədər bu qonaqpərvərlik gəlib çıxmağı da hardandır? İbrahim Peyğəmbərin duasından. Ya Rəbbim, mənim soyumdan gələnləri də ibadət edənlərdən et. Və İbrahim Peyğəmbər o duasıdır ki, bugün bizi yansıyır. Vallahi sənə qarşımızdan da gözəl bir ay gəlir, Ramazan ayında. Bu Ramazan ayında başardığımız qədər xəstələrimizi, yaşlılarımızı, atamızı, anamızı ziyarət edək. Vallahi billahi bu elə bir şeydir ki, bu qonaqpərvərlik, bu getmək, ziyarət. Vallahi bir toxum tanəsidir. Biz onu əksək, bugün biz evladımızın əlindən tutub atamızın qapısını açsaq, sabah evladımız da bizim qapımıza tutacaq. Amma sən bu günləri getmirsənsə, sən də qapıya gəlin olmayacaq.